Salam değerli həmkarlar. Mən bugün sizə izah edəcəm 9-cu sinifin ilk mövzusunu. 9-cu sinifin ilk mövzusu digər kitablarda olduğu kimi məişət mədəniyyəti, deməli davranış qaydaları haqqındadır, ünsiyyət və davranış qaydaları haqqındadır. Gəlin görək, deməli mədəniyyət müəssisələri əvvəlcə hansı yerlərdir, daha sonra isə mədəniyyət, davranış mədəniyyəti özü nə deməkdir və necə olmalıdır. Daha sonra isə həmin o mədəniyyətlər haqqında ətraflı məlumat verəcəm sizə. Mədəniyyət müəssisələri dedik hansı yerlərdir? Ümumiyyətcə mədəniyyət müəssisələri təyinatına görə 3 yerə bölünür. Mədəni maarifləndirici, hansı ki bunlara aiddir bizim maarifləndirdiyimiz yerlər muzeydir, parkdır, istirahət mərkəzidir, heyvanxanalardır və s. bu kimi müəssisələr aiddir mədəni maarifləndirici müəssisələrə. Daha sonra sərgi zalları və teatr baxış müəssisələri. Sərgi zallarına nələrə aiddir? Hansı ki, sərgilər və qaleriyalar, məsələn, kitab sərgiləri, rəsm sərgiləri və s. bunlar aiddir. Bəs teatr baxış müəssisələrinə hansılara aiddir? Teatr baxış müəssisələrinə aiddir. Konsert zalları, teatr, sirklər və s. aiddir. İndi isə keçək görək davranış mədəniyyəti bəs nə deməkdir? Davranış mədəniyyəti insanların birgə yaşayış zamanı əməl edəcəkləri qayda və qanunlardır. Yəni hansı ki biz fərqli şəraitdə, fərqli yerlərdə bir-birimizlə ünsiyyət qurmağa bacarığı aiddir. Deməli bir də bir şey deyim ki sizə, hansı ki insanlar düzgün, səmimi, daha sonra özünün və ya da başqasının ləyaqətinə qiymət verən, hörmətlə yanaşan, düzgün danışan, düzgün rəftar edən və digər bu kimi müsbət cəhətlərə malik olmalıdır ki, ətrafda deməli bir-birinə insanlar bu cür yanaşmalıdır ki, düzgün yanaşmalıdır ki, ətrafda hər hansı bir mənfi hallar baş verməsin. Gəlin indi görək. Gəlin indi görək nələr var burada, hansı davranış mədəniyyətləri var. Davranış mədəniyyətləri düzgünlükdür, səmimilikdir, tələbkarlıqdır, özünə tələbkarlıqdır, ləyaqətdir, sonra diqqətlilik, qayğıkeşlik, dözümlülük, özünü idarə etmə və s. bunlar aiddir davranış mədəniyyəti. Və bir də ünsiyyət mədəniyyəti var ki, ünsiyyət mədəniyyəti nədir bəs? Ünsiyyət mədəniyyəti davranış mədəniyyətinin bir hissəsidir. İnsanların rəftarında özünü göstərir. Hansı ki mədəniyyətlər var ki, iki burada göstərilib gördüyünüz kimi, bunları mütləq ünsiyyət və davranış mədəniyyəti dedikdə nələr nəzərdə tutulur? Mütləq bunları, bu iki dənə yazılan iki bəndi mütləq abzası öyrənin. Ətrafdakı insanların xüsusiyyəti, hərəkətidir, davranışlarını doğru qiymətləndirmək birinci növbədə bax budur. İkinci isə vacib ünsiyyət qurma, deməli bacarıqlarına yiyələnmək lazımdır. Ünsiyyət qurduğu insanın fərdi keyfiyyətlərini nəzərə almaq lazımdır və bunu nəzərə alaraq ona yanaşmağı bacarmaq lazımdır. Bu ünsiyyət mədəniyyətinin deməli, ünsiyyət mədəniyyətinin başlıca iki mərhələsidir. Və hansı ünsiyyət mədəniyyətlər var? Ünsiyyət mədəniyyəti xeyirxahlıqdır, davranış mədəniyyəti, üzr istəyirəm, xeyirxahlıqdır. Sonra bu davranış mədəniyyətinə xeyirxahlıq və ədəb və mərifət, bunlar hamısı davranış mədəniyyətini əks etdirir. Xeyirxahlıq da ki, kiməsə yaxşılıq etmək bacarığıdır və insan bir-birindən qarşılıqlı əlaqədə olan zaman, yəni ünsiyyət quran zaman bir-birləri haqqında, yəni müxtəlifliyi haqqında maariflənməlidir, onların müsbət keyfiyyətlərini öyrənməlidir. Hansı ki
biz qarşı tərəfin müsbət keyfiyyətlərini daha çox odaklansaq, yəni daha çox müsbət keyfiyyətlərinə, müsbət əməllərinə, davranışlarına daha çox meyil göstərsək, bu bizim ətrafımızla bağlı olan fikirlərimiz də müsbət yöntəmlərə aparıb çıxardar. İndi isə keçək davranış mədəniyyəti hansılarda, daha sonra isə digər mədəniyyətlər haqqında məlumat verəcəm. Düzgünlük nədir? Düzgünlük doğru danışmaq, doğrunu sevməkdir. Düzgünlük nədir? Doğrunu danışmaq, doğrunu sevməkdir. Düzgünlük, doğruluq belə bu cürdə yadınızda saxlaya bilərsiniz. Bəs səmimilik nədir? Səmimilik dürüstlüyün təzahürüdür. Bu səmimiliyin birinci açar sözüdür. Dürüstlüyün təzahürü. Daha sonra bəs nədir? Bu cürdə yadınızda saxlaya bilərsiniz. Bir də hiss və duyğularla digərlərinə yanaşma və hisslərin sözlərlə onlara çatdırılmasıdır səmimilik. Yəni nəyi hiss edirsənsə, onu danışırsan. Daxilində bir başqa şey hiss edib, dilinə bir başqa yəni sözlərlə ifadə etmək bu səmimilik deyil. Səmimilik daxilən necəsənsə, xaricən də elə olmaqdır səmimilik. Daha sonra tələbkarlıq nədir bəs? Tələbkarlıq şəxsiyyətin formalaşmasının göstəricisidir. Tələbkarlıq şəxsiyyətin formalaşmasının göstəricisidir. Ancaq özünə tələbkarlıq şəxsiyyətin daim öz dünya görüşünün genişlənməsi, yeni faydalı biliklərlə zənginləşməsi yolunda demək apardığı işdir. Məsələn, biri var tələbkarlıq, görürsən ki, məsələn, şəxsiyyətin formalaşmasının göstəricisi, yəni tələbkarlıq həm özünə, həm qarşı tərəfə aiddir, belə deyim. Biri var ki, özünə tələbkarlıq, daim öz üzərində işləyirsən, dünya görüşünü artırırsan, kitablar oxuyursan, telefondan informasiyalar alırsan. Bax, bu özünə tələbkarlıqdır, özünü inkişaf etdirirsən. Daha sonra öz dünya görüşünü genişləndirmək də özünə tələbkarlıqdır. Yəni öz varsa özünə tələbkarlıqdır. Daha sonra keçirik ləyaqət. Ləyaqət mənəvi əxlaqi kateqoriyadır. Bir də özünə hörmətdir. Yəni açar sözləri budur. Şəxsiyyətinə və özünə hörmətdir. Bir özünə hörmət, bir mənəvi əxlaqi kateqoriya. Bu kimi yadda saxlaya bilərsiniz. Daha sonra diqqətlilik nədir bəs? Diqqətlilik nə isə diqqət etməkdir. İstər fikrən diqqət etmək. Məsələn, mən baxıram kitaba, amma fikrim telefonun yanındadır. Mən baxıram məsələn kitaba, amma görmə. Baxanda belə baxırsan ki, hə, kitaba baxırsan və yaxud telefona baxırsan, amma fikrin kənardadır. Yəni görməm kənardadır, onu da görürsən. Eşitmən kimə və yaxud da məsələn, kitaba baxıram, amma qulağım başqa yerdədir. Bu cür yadda saxlaya bilərsiniz. Fikrin, görmənin, eşitmənin kimə və yaxud da nəyəsə yönəlməsidir. Qayğıkeşlik nədir? Qayğıkeşlik kömək etməyə həmişə hazır olmaqdır. Yəni heç bir qarşılıq gözləmədən və yaxud da kiminsə səndən kömək etməyini istəmədən sən başqasına kömək etməyin sənin qayğıkeşliyindən irəli gəlir. Sən əgər başqasına kömək etməyə həmişə hazırsansa, deməli sən qayğıkeş insansan. Dözümlülük nədir bəs? Dözümlülük hansı ki səbirli olmaqdır, öz həddini qorumaqdır, hansı ki əsəbləşirsən nəyəsə və yaxud da qıcıq olursa ona reaksiya vermirsən, dözürsən. Bu dözümlülükdür. Fiziki və mənəvi təsir zamanı səbirli olmaq ətraf mühitin canlıya təsir edən həddini qorumaq bacarığıdır. Daha sonra özünü idarə etmə nədir bəs? Özünü idarə etmə
fərdi keyfiyyətlərinin sayəsində müdaxilə və ya kömək olmadan özün öz işinin öhdəsindən gəlmək bacarığıdır. Baxın, özünü idarə etməklə özünə tələbkarlığı çox vaxt tələbələr qarışdırır. Dəyərli tələbələr, özünə tələbkarlıq özündən nəyisə tələb edirsən. Öz dünya görüşünü artırırsan, sən belə olmalısan, sən daha çox bilməlisən, daha çox öyrənməlisən. Bu özünə tələbkarlıqdır. Məsələn, biliyin daha zəngin olmalıdır, daha çox oxumalısan. Bu özünə tələbkarlıqdır. Bir də var, özünü idarə edirsən. Yəni heç kim sənə kömək etmədən bir öz işinin öhdəsindən gəlirsən. Özünü idarə edə bilirsənsə, bu özünü idarə etmədir. Hansısa bir işin öhdəsindən gəlməyə bacarsansa, deməli sən özünü idarə edə bilirsən, heç kimi gözləmədən. Daha sonra və burada əslində qara hərflərlə yazılmayıb, bu sadəcə gözümüzdən qaçır. Baxın, sivil dövlət yaratmaq üçün deməli müasirləşməyə can atmaq lazımdır və bunun ilk addımları isə ünsiyyət mədəniyyətidir. Ola bilsin ki, qarşınıza çıxa. Sivil yaratmaq üçün nə edirik? Biz ilk addımları ünsiyyət mədəniyyəti ilə formalaşdırırıq. Daha sonra nələr var burada? Ünsiyyət mədəniyyəti haqqında bayaq sizə məlumat verdim ki, 2 mərhələdən ibarət idi. Yəni başlıca mərhələləri burada yazılıb. Bu 2 mərhələni mütləq şəkildə öyrənin. Xeyirxahlıq nədir? Xeyirxahlıq kiməsə yaxşılıq etmək bacarığıdır. Baxın, əgər deyirsə, başqasına kömək etməyə həmişə hazır olmaq, bu qayğıkeşlikdir. Əgər deyirsə, kiməsə yaxşılıq etmək bacarığı, bu xeyirxahlılıqdır. Daha sonra mərifətlilik, davranış mədəniyyəti insanlara hörmətlə yanaşmaq və düzgün rəftar etməkdir. Yəni bu da nədir? Xeyirxahlılıq, dözümlülük və ədəb və mərifəti inkişaf etdirir davranış mədəniyyəti özündə. Deməli, mərifət nədir? Mərifət müəyyən edilmiş qaydalara riayət etməkdir mərifət. Yəni insanların müxtəlif vəziyyətlərdə müəyyən qaydalara riayət etməsidir. Məsələn, yol keçididir, adi bir yol keçidi. Sən yol keçidində qırmızı işığı gözləmirsən, qaçıb gedirsənsə, bu artıq çox üzr istəyirəm, mərifət olmadığından irəli gəlir. Çünki sən mərifət qaydalarına, üzr istəyirəm, yol keçid qaydaları olsun və yaxud da olduğun ortamda, məsələn, belə deyim də, kitabxanaya girmişik, artıq biz orada başlayırıq yüksəkdən gülməyə, danışmağa. Bu qaydalara riayət etməməkdir. Bu da mərifətdən irəli gəlir. Bəs ədəbli olmaq nədir? Ədəbli olmaq bir dənə ədəb qaydalarına riayət edə bilmək deyil. Ədəbli olmaq insanlar arasında münasibətin ölçüsünü hiss etməkdir. Mən sizə belə deyim də, müəllim şagird, müəllim tələbə, müəllim valideyn. Bax, bunların arasında bu münasibət nə qədər gözəl olsa belə, ölçü hissi, o münasibətin ölçü hissi var da, orada dayanmaq lazımdır. Ədəbli olmaq, yəni bir yerə qədər yəni yaxınlıq olmalıdır. Artıq orada hansısa bir nüanslar ki var ki, hansısa bir əlavə bir nəsə bir söhbətmi olsa, nəsə bir sözmü danışılsa, artıq o ədəb aradan qalxır. Ona görə də ədəbli olmaq təkcə o qaydaları bilmək deyil, həm də onlara riayət etmək lazımdır. İnsanlar arasında münasibət ölçü hissini, sərhəddini saxlamaq lazımdır. O sərhəddi keçdinsə, sonra onu düzəltmək olmur. Daha sonra nələr? Burada adekvat söz var idi. O da tam uyğun deməkdir. Yəni olduğun yerə uyğun olaraq hərəkət etmək lazımdır. Nəzakətlilik var. Biz nəzakətliliyi 8-ci sinifdə də keçmişdik.
Nəzakətlilik nədir? Müraciət zamanı gözlənilən ədəb və mərifətdir. Baxın bir şey deyim sizə. Üzr istəyirəm. Davranış mədəniyyəti xeyirxahlılıq, dözümlülük, ədəb və mərifəti inkişaf etdirir. Ədəb və mərifəti inkişaf etdirir. Nəzakətlilik deyəndə amma gözlənilən, müraciət zamanı gözlənilən ədəb və mərifətdir. Bir də deyirəm, davranış mədəniyyəti insanlarda xeyirxahlılığı, dözümlülüyü, ədəb və mərifəti inkişaf etdirir. Nəzakətlilik amma müraciət zamanı gözlənilən ədəb və mərifətdir. Ola bilər ki, sizdə bu iki başlı sual da düşə bilər. Məsələn, belə düşə bilər ki, münasibət deməli, insanlarda deməli, insanlarda xeyirxahlılıq, dözümlülük, ədəb və mərifəti inkişaf etdirir. Və yaxud da ədəb və mərifəti inkişaf etdirir. Gözlənilən ədəb və mərifətdir. Desək ki, gözlənilən ədəb və mərifətdə olacaq nəzakətlilik. Desək ki, əgər testdə desək ki, bizə xeyirxahlıq, dözümlülük, ədəb və mərifəti inkişaf etdirir, bu olacaq davranış mədəniyyəti. Daha sonra bir də burada bir şey nəzərinizə çatdırım ki, işgüzar söhbətin aparılması. Baxın, mütləq bunu da yadınızda saxlayın. Testlərdə qarşınıza çıxacaq. İşgüzar söhbətin aparılması fərdin ünsiyyət səviyyəsinin göstəricisidir. Bir də deyirəm, işgüzar söhbətin aparılması fərdin ünsiyyət səviyyəsinin göstəricisidir. Mütləq şəkildə bunu da yadınızda saxlayın. Digər mədəniyyətlərə baxırıq. Mədəniyyət ocaqlarında davranış və ünsiyyət qaydaları nədən ibarətdir? Baxın, mən bunu izah eləmirəm. Çünki bunlar uşaqlar üçün nəzərdə tutulub və burada bizim imtahana salınacaq belə bir şey ola bilər ki, məsələn, deyə bilərlər ki, kitabı səssiz vərəqləyin, səhifələrin kənarlarında qələm və yaxud da karandaşlarla qeyd aparmayın və yaxud da nə bilim oxu zalında, kitabxananın oxu zalında olarkən mütləq tam səkkitliyə diqqət edin və yaxud da bu kimi suallar verilə bilər və yaxud da deyilə bilər ki, səssiz hərəkət edin, ucadan danışmayın, audiotexniki vasitələrdən istifadə etməyin. Belə sual verilə bilər ki, bu hansı davranış qaydalarına aiddir? Kitabxanadamı, muzeydəmi və yaxud da teatr baxış müəssisəsindəmi? Bu cür suallar verilə bilər sizə, qarşınıza çıxa bilər. Məsələn, tamaşa başlamazdan əvvəl mobil telefonunuzu söndürün, öz yerinizə sıraların arasına arası ilə üzü oturan tamaşaçılara tərəf olmaqla keçirin. Ən çox da yəni bu üzü oturan tamaşaçılara tərəf keçirik. Öz yerimizə keçən zaman, oturacaqlardan keçən zaman üzü tamaşaçılara tərəf olaraq keçmək lazımdır. Yəni bu cür şeylər var ki, belə yəni soruşa bilərlər ki, bu hansı müəssisədə ünsiyyət davranış nizam qaydalarına aid edilir. Kataloq eyni əşyaların müəyyən sistem üzrə düzənlənmiş siyahısıdır. Qardırob da paltar saxlanılan yerdir. Sonra başqa nə qaldı burada? Nəyi demədim mən? Bunları da oxuyarsınız. Dediyim kimi ola bilər ki, yəni o cür düşə bilər. Qarışdırmayasınız. Əgər bura kimi gəlmisinizsə və dərs izahımı bəyəndinizsə, bəyənməyi, yorum yazmağı, abunə olmağı unutmayın. Halal xoşunuz olsun, haqqım sizə. Əgər sizə nə isə bir xeyrim toxundusa, nə xoş mənə.